özünü yaxşı eləmsən məni bil. Geyin də sonra! Geyin çıx sölə, tap çıx sölə, mənim üçün başımı çöpdən sələsən. Bu da mənim yaxşılığım deyil, qapımı kim açıram, hamısı mənə qarşı cındırıq eləyir. Ben sizə bezdim sizin ikiyüzlülüyünüzdən. Lazım get sən kucağında 30 lirana cavab ver. Çıxdı sabunlu parfüm ağzına gələnə dedi sənə. Ged onlara cavab ver, mənə yox. Dilimiz mənə çıxmasın ha. Buna bax, mənim necə üstümə qışqırır, elə bunun uşaq zadı var. Daşım necə ağırdı, yaz mənim. Oturur burada Meyzəyə heç demir, gedir o qıraqda mənim üstümə qışqırır. Mən neynədim ay başıma dönüm. Deyərdin ki Meyzə qarışma. Vəsə, mən neyniyim? Mən niyə dalaşmalıyam ki sənə görə? Kimin daşı ağır olur düşür mənim başıma. Mən neyniyim ay bacı qurban? Allah kimi qapımı açıram, hamısı mənim nankörlük eləyir. Mənim bəxtim niyə belədir az? Hamının daşı mənim başımda partır. Mənim canlımda niyə ağlayırsan, primə işləyirsən? Velizlər sənə 700 də ağlamadı. Mən evdən çıxan kimi canlatı buluyursan. Ulama mənim evimdə. Kim gəlir mənim evimdə oluyur, bəddiyi salır evimə. Ulamayın mənim evimdə, gedin evinizdə oluyun. Ged evində ola. Bəddiyi tökməyə gəlirlər mənim evimə. Kim gəlir uluyur? Öz evlərində gözlərindən bir dənə yaş çıxmır. Bir dənə adamın dalınca danışmırlar. Mən canlasanda gəlib otururlar canlı. Filan kəs mənə söz atdı. Bəs mən kəs mənə söz atdı. Gedək canlığı filan kəsin cavabını verdi. Mənim başımda daş şey eləməlidir. Ali çox sağ ol. Sonra oluram davakar. Gördünüz siz Allah Meyzə ilə dalaşdı mənim üstüm. Mən neynədim? Sıfırımı açdım sənə, pislik elədim sənə. Bu da Allahsız olmayın. Bir dəfə məni satdın, getdin onsuz da Arzumun yanına, sən heç nə demədim. Açıq aşkar deyirəm burada. Mən onunla danışmaya, sən getdin onun yanına məni satdın. Onunla belə səni bağışladım mən. Bildin? Heç onu demirsən. Mən sözün düzün danışan adamam. Mən özümü saxlayıram. Mənə deyir ki, niyə Meyzənin payını vermirsən? Dünən deyir ki, Arzu mənə ad gündə çağıranda səndən danışdı mənim yanımda. Sənin dalınca danışdı. Deyirəm, bəs sən niyə onun cavabını vermədin? Deyir ki, mən özümü pis eləməyə bilirsən ki, mən heç kimin yanında heç kəsi, sən bilərsən, o bilər. İndi mənə deyir ki, niyə Meyzəyə cavab vermirsən? Sən mənə görə cavab vermişdin. Sən mənim yeri gələndə evimdə çörək kəsirdin. Mənlə dostuydun, onun payını verməliydin, ad gündən də çıxıb gəlməliydin. Dastoyunu qız o hərəkət eləyir. Deyər, mən onun evində çörək yemişəm, sakit dur, ağzı buyum. Bildin, Dastoyunu qız o hərəkət eləyir. Sən mən burada Dastoyunluqdan danışa bilmərsən. Sən mənə necə hörmət qoyursan, onda qarşılığını görürsən. Cavabını verərdin, gələrdin. Yeri gəlsə sənin hər tərəfli yanında durmuşam. Pislik də eləməmişəm sənə indiyənə kimi. Mən sənə pislik deyib ki, boşuşma. Mən sənə pislik deyib ki, burada qışqırırsan. Yox, mənim sənə... Mən sənə qışqırmıram. Mən sənə deyirəm ki, orada deyir ki, nə bilim, sən narahat olma. Sən canlı qoşulub mənə orada, sən deyə bilərsən ki, ay Meyzə, bura onun yeri deyil. Burada danışma da belə şeyləri. Götürün. Yaxşı, sevər. Xahiş edirəm, geyin çıx mənə dava salmaqla şeyini aram. Mənə poxa salmayın, xahiş edirəm. Mən əsəbdən danışa bilmirəm. Mən əsəblərim yerində adam deyiləm mən. Gedin davamızı öz evinizdə edin. Xahiş edirəm, mən zibilə salmayın. Kimin başında nə partlayır, məndən bir şey olmasın. Meyzə dedi, günahkar mən oldum. Deyirsən, niyə onun cavabını vermirsən? Deyirsən, ona niyə dedin, narahat olma? Narahat olma nə dedim? Oturur burada, qulaq asır, gedir orada başlayır danışmağa. Dilim var, ağzım var. Başqa vaxt adamı yeyirsən. Denən ki, mənim işimə qarışma. Mən sənə görə Meyzə ilə dalaşmalıyam. O qədər adam mənə dəstək olub, pis günlərində yanımda olub. Camaat mənə pis günümdə dəstək, mən sənə görə niyə pis olmalıyam? Yox, deyirsən, sən niyə onun payını vermirsən? Sən deyirsən, dediyin söz yadından çıxıyor. Mən sən dedim ki, sən ona deyə bilərsən ki, bu söhbəti burada. Əgər Meyzə mənə belə fikirləşən insandırsa, gəlib mənə direkt o sözü yaza bilər. Bu boyda insanın içində
deyirsən, yaxşı düz deyirsən. Bəs dünən sənə Belizar 700 deyəndə niyə cavab vermədin? Belə oturmuş ne? Ben sana danışmıram zaten. Yox, belə oturmuş ne burada? Ben Belizar'a özümü göstermişəm. Belə oturmuş ne burada? İlk ben sözümü demişim, bir kuda Çıx çölə. Ben bağlayacağım. Ancaq Belizar bana deyir ki, hamınız bana ağzına gəlib demək mən. Səs hardan bağlanır? Mən deyilsiz, başa düşdüm. Oranı göstərdim ki, sonra deyər mənə əl qol atdı qapıdan çıxanda. Mən uca belə adamlardan qorxuram. Sonra deyər mənə əl qol atdı. Gedib evdə üzün gözün çırar, deyər məni döydü, çöydü, çıxartdı evdən. Valla bunlar şərxatadılar, bildin? Söhbət o bir tikə yeməkdən getmir. Mənə yazdı ki, gəlim sizə. Bir aydı yazır, bir aydı yazır, bir aydı yazır. Gəlim. Dedim, gəl Sevər, problem deyil. Gəl. Dırnağım qırıldı. Gəl. Problem deyil. Sənə pislik eləyirəm. Sənə pislik eləyirəm. Sənə o 700 dedi, ağzına gələn dedi. Durdum burada dünən sənə o boyda özümü pis elədim. Tısbağa kimi durub baxdın, özünü heç kəsin yanında pis eləmədin. Deyirsən Belizarın kütləsi çoxdur, onu söz deməyə qorxuram. Gəlirsən burada, Meyza burada, sən burada. Deyən ki, ay Meyza, mənim işimə qarışma. Meyza, mənə pis deyirəm ki, mən durum Meyzaya nəsə deyim. Meyza bilər, sən bilərsən. Mənə nə dəxli var? Mənim indi burada oturmuşsan deyə mən atviç atam hər şeyə. Evimdə ye, iç, otur. Gələndə danışmaq istəmirəm hər şeyi. Çıxanda da deyən ki, başın çatmır. Sənin başın çatmır, Lazım olan adamlara heç sözünü demirsən sən. Deyir, Arzum ad günündə məndən danışır, sənin dalınca danışdı. Deyirəm, niyə heç nə demədin? Deyir, demədim ki, şeydir, mən qarışmıram da, mənə bilirsən elə şey. Yeri gələndə deməliydin, sən mənlə çörək kəsirdin bu evdə, mənlə dostuydun. Deməliydin, cavab da verməliydin. İndi gəlib orada Afrika, mənə deyir, niyə Meyzan cavabını vermirsən? Sən niyə vermədin bə cavabını mənim dalımca danışanların? Gəlib mənim evimdə çörək yiyib, gəlib dalımca danışanların yanında oturursan. Haqsız da, düzənə qalanda mən düz danışıram. Heç kəsin də məndən xoşu gəlmir. Cərə, cəhənnəmə. Baba, çox elə belə vecimədir. Artist. Oturub duran burada sakitcə. Mən danışıram, özüm pis eləmir. Gedir qıraqda onlarla yazışır, danışır. Ortalıqda mən pis oluram. Lazım olan adama heç cavabı vermirsən, adını çıxardıb 700. Gəlib gücün mənə çatırar sənin. Mənim başımda partlamalıdır az bunlar. Bu qədər haqsızlıq olmaz da, bu qədər Allahsızlıq olmaz da. Sizə nə pislik eləyirəm mən? Kimə qapımı açıram mənə qarşı belə olur? Kimə qapımı açıram mən? Mən kimə nə qayır mən gedim uzayda yaşayım. Bu qədər Allahsızlıq olar az. Abart yox, uşaqdır. Gedib orada mənim üstümə qışqırır. Mənim üstümə niyə qışqırırsa, mən sənin həlbin uşağıyam. O 2 gündür burada da mənim üstümə qışqıra danışır. Kimə yaxşıyam, üzümə çımxırır. Deyir ki, şeydir, sən deyir Meyzaya niyə heç nə demədin? Hayır, Meyza burada, sən burada. Niyə Meyza deyəndə belə oturursan? Niyə cavab vermədin? Belə özün deyərdin də, dilim var. Bir de məni yedin, indi getdin. Deyərdi ki, qarışma. Meyza söhbətə başlayanda səfəm ay cəmaat. Deyərdi ki, gödüzü şüvə qarış. Mən niyə sənə görə Meyza ilə pis olmalıyım? Deyir, Meyzanın payını niyə vermirsən? Meyza yeri gəlsə, mən kiraya pulumu verə bilməmişəm. Canlı atmamışam, mənə dəstək olub. Mənə gəlib o qədər hədiyyə atıb. Mən Meyzaya sənə görə niyə özümü pis eləməliyəm ki, Meyza ilə? Özün kimsə sənə 200 manat verəndə qaçırsan tez, pul görən kimi uçursan tez, adamı satırsan. Mən sənə görə niyə özümü pis eləməliyəm ki, kimisə yanında?
Sen bilmirsən o balaca Belizarın adamıdır. O türə kaydına baxıram ki, Sako başa düşdüm, Belizar mənim videolarımı təkrar paylaşır. Başa düşdüm deyə Sən Allahın adını keçir. çəkmə burada. Bilmirsən, onlar hamısı satqın şeydir. Elə bu Əbdül Baboş nə əcəb gəlir? Yox, ben biz ona meyzə yazıq pis söz demədi, Quran and olsun. Mən ona nə dedim? Mən ona dedim Ona ki, bir dənə da normal əksinə məsələ. yaxşılığına Nə dedi dedim. ki? 700-dən pis söz dedi sənə. Kimin yayında adam çoxdur o tərəfdədir. Sən Yox, sənə bilmirsən. 700-dən pis söz dedi. Yox, hep başa Bir də ki, Ləman, mən ona dedim ki, əgər sən xətrinə dəyirəmsə, yanında oldu da hamı burada şahiddir. Əgər Dedi, sən bağışla. xətrinə bağışla, həm də ki istəsən deyərsən ki, sənin işinə Allah haqqı dedi, qarışmayıb. bağışla, üzr istəyirəm. Dedi də fakt bu qadın bu sözü. Həri. Və sonra da mən ona dedim ki, əgər xoşuna gəlmirsə deyə bilərsən mənim işimə qarışma, mənim bu sözü demə, mən özüm bilərəm. Bunu da dedim. Ay Meysa. O da dur- Yeri Sus, gəlsə onun anası yaşındadır. İnsandır da məsləhət verir. Həri. Elə deyil. Ay Meysa. Məsləhət bilirsən verirəm nəsə? ona. Meysa səndən kozur tutub, fürsətli görüb ki, pirmə işləməyə momentidir. Nə üzrü? Keçərsənsə üzr istəmək. Sən Mənim bilmirsən. başımda partlamalıydı da. Görən gedib Nəysə. məndən nəsə Yo, mən neyse axmaq evdə çəkir gedəndə eləməsin. olur quzlu bicdi, o yüzden zibilə salmaz heç vaxt. O mənim canlımda ona görə. Heç vaxt. Sən ondan oturub canlısında danışmaq gözləmə. Yox, deyirəm ki, birdən ahzat çəkər də. Mən ona prosta düz söz dedim. Mən ona səhv nə isə Nəbi demədim. Seyid nəvəsiz adıdır. Yəni burada gerçəkləri dedim ki, mən orada özünə müğayyət olsun da, yəni onunla istifadə eləməsinlər, reklam eləməsinlər, elə biabırçı reklamlar eləməsinlər. Onun reklamını hamı gördü də. Ona görə Ona mən ona mən başa salmaq canlıdan da istədim. həba, ona mən canlıdan Böyük kimi. qıraqda başa salıram ki, sevər. Canlıda məsəl üçün bəzi şeyləri qışqıra Balaca qız da Başlayır. böyük kimi başa saldım onu. Qışqırır səsini atır başına. Ha, deyirəm az bir yanda söz demək olmur. Özü sən qabağa verir Ləman. Sən qəsdən qabağa verir, nəsə problem olanda, özündə də problem olanda sən haqqında kimsə Yox, nəsə pis söz danışsa, danışdım. Dünən ona görə nə qədər söz danışdım. Bax burada oturdu, burada uşaqlar Allah şahidi. Bir dənə səsini çıxardım özüm pis eləmədim. Görsən, amma sən istəsə 2 qəpiyə satar. Sən xəbərin Hakim kimi yox. gəlibdi. Gəlib məlumatları toplayıb gedir. Ləman, bax bu sözü mən sənə Nə deyim. məlumat var, məlumat da toplayır məndən. Nə qarmışam mən? O elə belə evimə girmir. Yox, elə şey, mən elə şey görmürəm. Mən haqqsız danışa bilmərəm Sako. O mənim evimdə əvvəldə qalıb. Onda elə şey yoxdur. Prosta bu indi durub bu kiçik hərəkətləri mənə əsəb eləyir. Sən xəbər yoxdur. O balaca qulağında bilsəm nauşnik var. Mənə qarşı görməmişəm. Prosta belə hərəkətləri xoşuma gəlmir. Zəng edir. Yesi basır və salam. 24 saat. Saatı 7 qəpikdən qulağında nauşnik var. Ya. Dostu bilsə nətəri qışqırır ya, çox pis qışqırır ya. Sən mən dedim Ləman sənə bunu cırıqlayır. Bunu parçalayacaq da Ona Ləman. görə dedim ki, sən çıxmasaydı o buradan. Mən telefonu əlimdə. Ləman telefonu bu tərəfə çəkəndə rahat oturdum kreslona, baxdım belə. Dedim bu böyük ekrana qoyum televizorda. Meyza sən Ona də görə dedim ki, çıx. Qapını da açanda bura canlını göstərdim ki, gedər deyər mənə döydü çıxartdı. Dedim Gedər sən deyər Ləman, mənə mən döydü demişdim çıxartdı. Mən ki, sən qorxuram. hər şey mənli idi də, narahat olma. Gərək bunu sən onu dildə başa sal. Sən bu saat kim sevərə soxacaq Ləman. Ay. Meyza yamansan ha. Necə kulturlu işləyir Yox, Ləman. Sako telefonu çevirəndə var. Getdim oturdum qəşəngcə kreslona. Az özüm qorxdum. Dik atılıb birdən özüm vurdu ora divara. Dedim az bu şeydi buna qayırır. Ləman, Ben belə şey görmüşəm. Axır vaxtlar prim puldan da üstün. Sən Qur'andan da olsun. Mən cedirəm. Dedim mən ced. Telefonu qoşdu. Sən TikTokerlər çəkmədi. Mən sənin mahnıva video çəkdim. Bir də Hə, sadə. necə? Sən sağ olun bu da mənim. telefonu qoşdum televizora ki, geç ekranda baxım da o şey parçalamaq şey. Deyirəm Görürəm ki, Ləman. Piri puldan da üstün olub axır vaxtda TikTokda. Mən də buna görə gedib 3 mərtəbədə müdirə yalvarıram, bunu işə götür. Müdir də deyir ki, Ləman xanım, vallahi işsi lazımdır. Yaxşı ki də götürməyib, Allah üzümə baxıb. Rəbbim.
Bəlkə də ayağı almırdı, ona görə qovurlar onu. Şimdi ay Meyza elə danışsan qurban olam. İndi sevər də başa düşmək olur da. Təzə mahnı çıxardım. Raskrutqası olmalıdır. Bu moment axtarıb hər yandan prim tutmalıdır. Niyə elə edirsən? Haqqına geçsin, nə Hadi bilim. neyse Yox, sen al. söhbət ondan getmir. Mən getdim. Tako, söhbət ondan getmir. Sən bu xalqa sən yalan danışırsan. İlk başda televiziyaya çıxmısan, demisən ki, mən ekrana oynamıram, mən şey eləmirəm, telefon nədir bilmirəm, internet nədir bilmirəm. Sən insanların duyğusunu Ya sümürürsən. Meyza ikimiz de Sonra da haksızsın. Sever oturur. Meyza sen Allah danışma. Sonra gelip bizi verecek mahkemeye. Kim canlı da icazə verdi. Ben təkrar Gerçək edirəm. Mənim danışma, başıma gerçək. Ona 700 Burada yani vermir göz- ha. Ama beni verer, inan verer. Kur'an hakkı verer. 700 nə? İndi qulaq as, 700 nə məsələdir? Sərdən onu soruşmaq istəyirəm, Ben soruşa bilmərəm. bilmirəm. Pıldır, manat. 700 700 manat manat. nədir ki? Dollarla olsa olmaz. Ben bilmirəm. Gedin onu diyenlerden soruşun ne meseledir. Söz atım sonra deyir ben bilmirəm. Ben bilmirəm də. O dünənlərim dedi ki, mənə biabır elədi. Mənə nə bilim nə elədi. İndi durub onun tərəfini tutur. Ay qız özün deyirsən 700, indi deyirsən ki bilmirəm. Deyirəm, bilmirəm nə mənada deyir. Heç Yaxşı, ağla bəs- gələsi bir rəqəm də deyil. Yenə 30-40 manat desəydin bir şey fikirləşmə. 700 manat nə fikirləşəyindi? Bak o dayı sən də bəsdir. Getdim, yaxşı sağ olun. Ha. Başa düşürsüz, mən təkəm dostlar. Mənim heç kimim yoxdur. Valla mən bu TikToka gələndən, bu TikToka girdim, mən heç nə bilmirdim. Meyza deyir ki orada, Sevər deyirdi mən TikTok nədir bilmirdim, internet. Valla mən nə TikTok bilirdim, mən TikTokun içini bilirdim. Mən heç canlı açmağı bilmirdim. İndi sağ olsun bir dənə qız var idi, Allah ondan da razı olsun. Mənə öyrətdi, mənə TikToka. Bu böyük bir şey deyil ki, əgər siz öyrənmişsinizsə mən də öyrənə bilərəm. Siz ananızın qarnından mı gətirmişsiniz bu TikToku? Ananızın qarnından mı bu TikTok çıxdınız elə ananızın qarnından çıxdınız elə bu TikTokun içinə mi düşdünüz? Ay bala mən bilmirdim, cidden bilmirdim. Nə TikTok bilirdim, nə Instagram. Adi Instagram bile mən yüklənmirdim. Yüklətdirmirdilər mənə. Instagram, TikTok'a girməmişdim, canlı açmırdım, bilmirdim də. Sonra öyrəndim. Sonra yavaş yavaş canlı açmağa başladım. Sonra yavaş yavaş video çəkməyə başladım. Yavaş yavaş. Ay bacım mən də insanam da. İndi eləmişəm, indi demişəm bir dənə söz. O sözü də deməzəydim. Siz məni tanımazdınız, etməz. İndi bir hər şeydə bir qismət var. Mən də belə indi sizin qarşınızda tanındım, çıxdım. Bəziləri kimi pis hərəkət eləyib çıxmamışam axı qabağınıza. Bəlkə 1000 dənə, bəlkə ay Allah sənə qurban olum. Bəlkə hansısa bir kişi ilə məni tutmusunuz. Hansısa bir kişi ilə videomu çəkmişəm. Nə eləmişəm də, nə eləmişəm? Bu millət özləri burada şahiddir ki, mən necə insanam. Mən tanıyan bilir ki, mən elə insan deyiləm. Mən qalmaqal insan deyiləm. Mən təkəm deyə mənim anam çıxıb danışmır. Mənim atam çıxıb danışmır. Mənim elə bir çətin günüm olur ki, mən Allahıma and olsun deyirəm. Allah mənim belimi qırsın ki, yalan danışıramsa. Mənim elə bir günə gəlib çıxmışam ki, mən canlı açmıram. Mən canlı arada açıram. Velizər mənim haqqında danışdı, o danışdı. Hamı məndən danışdı. Elə bir dənə məni gördülər. Deyir kim zəifi görsə, zəifi əzəcəklər. Elə məni zəif, valla pulu olan, gücü olan adama heç nə deyə bilməzsiniz. Valla Meyza'nın pulu var deyə siz Meyza'nın tərəfini saxlayırsınız. Meyza var, valla Meyza, sənin pulun olmasa heç kim nə səni tərifləyər, nə səni misafirə qoşar. Meyza, sən böyük kimi hədiyyə atmısan deyə, böyük kimi səni sayırlar. Bilirsən sən bunu. Hamı səni pula görə sayır. Meyza, sənin pulun olmasa heç kim səni, heç bir şey. Davay Meyza, biraz heç kimə hədiyyə atma. Heç də elə bir adi bir adamı gətirsinlər, qoşsunlar da. Davay eləmən, qoş günə bir dənə adi bir adamı, dostluq elə ona. Davay elə, mən eləmişəm. Mən Turana da eləmişəm. Turana mənə heç hədiyyə atıb, yox. O biri mənə Sədat mənə hədiyyə atıb, yox. Mən sələmi deyirəm. Davay onda Meyza, düzdür sən mənə də hədiyyə atmışsan, mən sənə hədiyyə atmışsam mən səni tanımışam Meyza.
İndi sənə söz deyirəm. Sən bugün kimi mən Ləmana dəstək olmamışam deyə, mən Ləmana hədiyyə atmamışam deyə, kimi kim kimə hədiyyə atırsa bu TikTokda, bu TikTok bağlansın. Nə Ləman Meyza'yı tanıyacaq, nə Meyza Ləmana sayacaq. Heç birini saymayacaq. Hamınız elə bir yolda bir-birinizi görəcəksiniz. Ay qız, mən o idi, mən sənə hədiyyə atırdım. Götürüb çevirib gedəcəksiniz. Başa düşdünüz? Deyəcəksiniz, nə danışırız bu? Amma bu TikTok'a hamı böyük qardaş olur, hamı böyük bacı olur, anam olur, canım olur, cicim olur. Ananıza, atanıza demədiyiniz atanız sözünüzü bu TikTok, bu bəzi dəstəkçilərə dediniz. Başa düşdünüz? Ananızı belə əlinin içində saxlamayan adamlar cəmaatın ərinə, cəmaatın kişisinə, cəmaatın qızına durduz belə şeylər. Baxın, mən qışqırmışam. Özümü mən qışqırmışam, razıyam. Bağırmışam, çağırmışam. Ay hədiyyə atmayın. Ay ekranımı tıklayın, ay tıklayın demişəm. Çünki mənim həqiqətən də mən bunları qanmıram. Mənim də səhvim var. Amma sizin də səhviniz var. Böyük kimi kimsə Meyzanı sayırsa puluna görə sayır. Hədiyyəsinə görə sayır. Hədiyyə atmasın Meyza, görün Meyzanı kim misafirə qoşacaq. Kim qoşacaq da Meyzanı misafirə? Meyza, düz deyirəm, yalan danışıram. Dava yazına gitdən sən yalan danışdın sevər. Hə? Acı həqiqətdir. Meyza, səni sayırlarsa pula görə sayırlar. Düzdür, Meyza dəstək olub, ehtiyacı olanlara da olub. Onlar da mənim ağlımdadır. Bilirəm mən bunlarda. Olmuşsan, amma böyük kimi hansısa bir TikToker səni sayırsa pula görə sayır. Elə bütün burada oturmayan qarışıq elə hamımız elə oturmuşuq. Elə hamımız elə hədiyyə atırsınız deyə elə siz şey eləyirik. Başa düşdünüz? Özümü də elə mən də sizin bunların içindəyəm. Elə mən də şey deyirəm. Özümü də qanmıram ha. Digərini sevərəm və düz deyirəm. Her burada mən yanacaqsa elə hamımız bir yerdə yanaq. Niyə mən tək yanmalıyam? Durub indi burada mənə bacı cicinin önünə qoy bir dənə sadə bir dənə adam qoşun da. Qoşun da bir dənə sadə bir yazıq bir dənə uşaq qoşun vura burada. Qoşun ona belə cici bacı deyin də. Deyin. Hə? Pulu var deyə. Mənlə danışmır heç elə. 2 gündür onun evindəyəm. Məni elə bir ilan saxlayır. Elə bir ləmansan kobrasan. Kobra ilan elə bir saxlayıblar evdə. İndi adamı sancaysan bəyəxsən. Amma mənim də bir dənə qanun var. Mən susan adamam. Mən heç kimin damarını basan adam deyirəm. Mən susuram. Hələ saxlaya bax. Deyir ki, sevər gəlib qulağında nə bilim şey taxıb, nə bilim gəlir söz alır. Ay bacım, mən elə insan deyirəm. Mən elə insan olsaydım, mən o vaxtları mən bununla dostluq edirdim. Bununla biz dalaşdıqda bir kəlmə çıxıb bu mənə danışmışdı, dərdinlə danışmışdı, sirrini danışmışdı. Elə şeylər var ki, onları bilirəm. Hamısını da danışmışsan, Ləman özün yaxşı bilirsən. Getmişdi ki, reklama getmişdi ki, Ləman yadındadır, reklama getdi ki, oradan çıxdıq ha, orada mən sənə şey də demişdim, o kişi Bülent Ersu'ya oxşayır, Ləman sözünü də işlətmişdim. Və oradan çıxdıq, amma sən özün də yaxşı bilirsən. O sözləri indiyə qədər mən ağzıma gətirməmişəm, ay qız. Mən sənə bir dənə söz demişəm, Sən götürüb onu burada izləyicilərə götürüb məni burada şey verirsən. Mən demərəm, mənim yanımda deyir kişinin yanında baş kəsərlər. Adam gedib başqasının söz deyəndə gedib başqa yerdə danışmaq. Sözlərinizi eləmirsən, durub heç bir yerdə o sözü işlətməmişəm. Danışmamışam. Bir nəfər çıxsın desin ki, sevər belə danışmışdı, elə danışmışdı. Mənim dilim yoxdur. Mən də istəsəm prim yığaram. Yoxumdur mənim. Mən də bu millətə deyərəm ki, mən mələyəm, dostlar. Mən demirəm mən burada mələk deyil. Hamımız da səhv eləyərik. Günahımız da var. Hamımız da, amma bir dənə mənim üstümə düşməyiniz məni yandıran bilsə nədir? Ham mənim üstümə düşür. Çünki bilirəm axı, mən zəifəm, mən təkəm, mənim atam çıxıb burada çıxış eləməyəcək, mənim anam dil bilmir, ağız bilmir, o çıxıb burada şey eləməyəcək, xəstə bir adam. Bilirəm axı, sevər təkdir, düşər sevər üstünə. Kəndlər mənə basdılar, cimci qapımı niyə döyülür? Heç sən kim? Sənə Qonşular hamısı deyir, nə sevər, yaxşıdır. Yaxşıyım, biraz əsəbləşdi. Ay qız, getdim. Mən də qaça gəldim ki, sevər indi nəsə olub. Yaxşıyam, izləyicilər, sağ ol, yenə sən gəldin səsimə. Nə olub? Yox, yaxşıdır biraz. Sən qapını döydün deyə biraz qorxdum. Dedim, görəsən nə oldu, ay qız? Dostlarıma niyə əsəbləşdiniz? Qaça gəlmişəm ki, sevərin başığı nəsə hadisə gəlib. Ay dədənə nə vay. Millət hamısı yığışıb qapının ağzına. Hamı da mənə qabağa verir. Yox, heç nə olmuyor. Sən qapını döydün deyə mən qorxdum. Sevər.
İzləyicilər bu məndən görüşüb, Gülə eləyib. İlk dəfə TikTokdan bundan peyka eləmişəm. Bizim aramızda söz-söhbət də olub, dalaşmışıq da, şey eləmişik. Qırmışıq da, amma biz heç vaxt çıxıb canlıda bir-birimizi pisləməmişik. Elə özümüzü aparmışıq ki, biz elə bir cici bacıyıq. Yenə də biz çünki niyə bəs biz burada dalaşırıq, deyirik. Sonra bizə deməyəcəksiniz, tüpürməyəcəksiniz bizim üzümüzdə. Siz buradan bir-birinizi bu burada yeyirsiniz, sonra da gedirsiniz cici bacı olursunuz. Deməzsiniz bizə, deyərsiniz. Xahiş edirəm bunu qışqırtmayın. Çox xahiş edirəm. Yox, məni yandıran bilsən nədir? Mən heç də eləməklə mənim üstümə gəldilər. Su iç biraz. Bunu da içə bilmə, pişik götürüb içib. Harda su var? Deyir, mən gətirim Buradan sənə. içəri iç gətir, narahat mı? Otur, sən də ayrı edib bizə gəlir. Toba, bu mən qışqırdı, nətər qışqırdısa, baldızım dedi ki, o sevərə nəsə oldu. Dedim, bu da evdə indi baxmadan, maması buradadır. Keçif qonşuya dedim, təkdir. İndi bunu dedim, görən nə olur, az buna qaça-qaça gəldim. Melis də məni tişdək eləyib, nə var? Mən sevdim. Nətər qaçdım, gəldim. Yox, elə mənim tərəm bir dənə söz. Mən həmişə bunu yaxşı mənada başa salmışam. Bir-iki şeyləri var, dostlar. O cəhətdə də başa salmışam. Həmişə mənim dediyimin əksinə bəzən eləyir. Hə, eləmişəm. Sonra da peşman olacağım. Yenə də yoluma olduğum yerdən İndi davam daha eləmişəm. söz verirsən bu qədər insanın içindəki bir də Mən bir də izləyicilərimə söz verirəm. Bir də heç bir burada Ləmanla bir də görüşməyəcəm. Burada söz verirəm. Ləman çünki mənə onu eləməməli. Görə versin. Allah kömək olsun. Sənin də balan var. Mən də bir dənə balaca, bir dənə qızam. bir dəfəni çıxsın, getsin. Yəni Allah amma mən izləyicilərimə söz verirəm ki, mən bir də bu qalmaqallara görə mən Ləmanla bir ara gəlməyəcəm. Gözünü qoyuram indi. Yox, Meyza deyir ki, bax aşkım bir dənə diqqətlə. Deyir ki, bir dənə söz deyim, bir dənə diqqətlə mənə qulaq as. Bax, bir yerdə gedirsən, çörək kəssən, düzdürmü? Bu nə dəqiqə getmir, hə? Bax, getsən bir yerdə çörək kəssən, düzdürmü? Yəni bir yerdə çörək kəsdiniz, dostluq elədiniz. İfsiyo oldu, qutardı, aranızda söz-söhbət oldu. Sən onun üzünə hər bir şey dedin. O da indi bilmirəm, qutardı. Yox, məncə danışıram, mənə belə eləyir dünənləri. Sən mənə qışqırırsan. Ay, deyirəm, ay qız, mənə indiyə qədər görməmişsən, sən desin ki, sən niyə belə qışqırırsan? Normal şəkildə sən qədər dostluğunuz alınmırsa, yəni onu nətər demək, məcbur deyil də davam elətdirəsiniz. Bildin, nətər sevər. Əgər bir insan sənə yaxşı gəlmirsə, qəlbivə dəyirsə, amma normal şəkildə, hörmətlə, sağ ol bacı, öpürəm səni, müğayyət ol, belə. Amma söz, söhbət, artıq əksik bir şeylər lazım deyil. Məsələ, nə dedim? Yəni, artıq bir şeylər lazım deyil. Oldu, keçdi, qutardı, getdi, vəsiyo. Və bu, ən əsas sənin o başqa sözlərdə artıq əksik deyilən sənin haqqında tərbiyəsizcə. Hə, mənə deyir, Sevərlə mən də dostluq edirəm, dostlar. Sevərin haqqında bəzi sözlər var ki, xoşa gəlməz işlənir də. Onları sən bil, özünə denən, özün otur bir qabağına fikirləş, yığ nömrələrini danış ki, Deyildən mən danışmışam. Niko deyib ki, mən bir də o haqda danışmayacaqsam. Mən bir də bəziləri, mən də yorulmuşam bu söz-söhbətdən, oğlan dedi. Mən də yorulmuşam bu söz-söhbətdən. Mən bir də bu söhbət dedi ki, dünənləri danışdıq, dedim, yaxşı, sən xahiş edirəm, denən ona. Mən elə bir həddə gəlmişəm, özümə nəsə eləməyə gəlmişəm. Mən də yazıqam, mənim anamın heç bir qızı yoxdur, nə bir oğlu var, nə bir dənə qızı var. Heç bəlkə sabah mən hansısa bir oğlanla evləndim. İndi balaca boy oldu. Bir dənə balaca boy, bir dənə oğlanla. Bəlkə mən ailə həyatı qurdum. Deməyəcəklər ki, mənə ay bacı, sənə o qədər sözlər deyirlər. Sən necə oldu da? Yəni oğlana da deyəcəklər. Mənim anam niyə bəs mənim gələcəyimi görməməlidir, hə? Mən anama deyirəm, kaş ki mənim bir dənə cəhənnəmə mənim boyum balaca qalıb. Heç olmasa mənim bir dənə bacım olsaydı, sən onun gələcəyini görərdin, bir nəvə görərdin, bir uşaq görərdin. Mənim anam bunların heç birini görməyib. Və siz gəlmisiniz, ya sizin də uşaqlarınız var, sizin də övladlarınız var, sizin də nə bilim, sizin də əzizləriniz var, sizin də əzizlərinizə o sözlər deyə bilərlər. Yəni o söz deyiləsi söz deyil. Mənim izləyicilərim, siz də ağıllısınız, sizin də ağlınız var. Siz də yorumlarda gedirsiniz, deyirsiniz, siz görməmişsiniz. İzləyicilik bir şey yoxdur, izləyicilərə o sözlər deyilir, o da kütlə. İzləyici də qınamıram, kütlə də elə kim deyir, kimin canlısında çox adam var, elə bilirəm bu düzdür də. Amma mənim izləyicilərim, sizin ki, mən 5 ildir mən tanınıram, mən o şeylərlə tanınmamışam axı siz, mən o şeylərlə gəlib qarşınızda oturmamışam. Sən səhvin, nə oldu? Sən ilk dəfə yığdım, nə dedim? Dedim, Sevər, bu belə videolar olmaz. İzləyicinin gözündən salır səni. Bu insan həmişə mən bunu zəncirlədim, dedim, o elə videoları sildir, qalmasın. Mən biraz şey açdım, göbək açıb geyinirdim. Yox, onu demirəm. O birisi. Don James, onu bana da icazə vermirdi. O da yox, başqası.
Hansı mən görməmişəm onu. Cəbrayıl. Hə, o heç onu Onu mən dedim ki, bəri başdan zəng zəng elədim ki, Sevər, belə şeylər olmaz. Sən Hə, nə video deyir. O, mən heç kimin nə şəxsiyyətinə toxunmaram. Çünki hamımız bir yerdə bu gedirik, bir-birimizə salam veririk, bir-birimizin aramızda hörmət Mən bunun evinə gedib gəlirəm. Bax, İnsan danışanda hörmətlə, izzətlə danışmalıdır. Mənim Ləmana da böyük hörmətim var. Ümumiyyətlə, hamıya mənim hörmətim var və heç kimdən hörmətsizlik görməmişəm. Heç kimə də hörmətsizlik etmirəm. Çünki dediyim kimi, hamımız platformadayıq, hamımız da üz-üzə gəlirik. Bir-birimizə hörmətimiz olmalıdır və hamısında xətri əzizdir. Sadəcə Sevər. Məsələn, mən görsən, kim nəsə dostluğum alınmırsa, alınmır. Bunu ki, izzət qutardı, getdi. Sən də həmçinin kimisə özünə yaxın bilirsən və ya elə şeylər var ki, sən danışmamalısan, gedirsən, danışırsan, o olmaz. Bildin nətər? Hər kəs sənin dostun ola bilməz. Hər elə salam verdiyin insan sənin dostun ola bilməz. Ancaq belə salam, sağ ol. Valla məndə bir dənə xasiyyət var. Hamı da qalır. özüm kimi bilirəm. Hamı deyirəm, gülürəm. Çox yaxın olanda arada, səhv deyirəm dostlar, arada çox belə yaxınçılıq olanda arada hörmət itir. Bəlkə də məsələn Ləman ona pis mənada nə isə deməyib, amma o insanda o elə bir söz var ki, bunun qəlbinə dəyib. Məsələn, mən kimləsə dostluq edirəm, o elə bir söz işlədir ki, mənim pis xətrimə dəyir. Ola bilər o sənə başqa nəsə niyyətlə deyib, o sənə qəlbivə dəyib. Onu sən nəzər, hər kəsin qəlbi qırıqdır. Sən çünki hər hamı da bu ara üstüvə gəlir, hamının sözü sənə pis gəlir. Başa düşdün? Hamının sözü sənə pis təsir edir. Ona görə də bir müddət hər kəs görsən bir müddət uzaq idin. Nə söz var idi, nə söhbət var idi. Uzaq. Yəni ona görə uzaq. Görsən ki, məsələn, bununla alınmır. Bizim səhərsi gün gəlir belə biabırçılıq olur. Nəsə arada problem olur. Ona görə uzaqdan uzağa. Salam, sağ ol, qıraqdan qırağa. Ev içi olmazdı. Yəni uzaqdan uzağa. Hörmət qalmalıdır öz yerində. Amma o dediyim kimi, o artıq əksiki sözlər işlənir, onlara bax diqqət olmalıdır. Məsələn, o artıq əksik. Bu qız uşağı, dostlar, mən bu insanla evinə gedib gəlirəm. Düzdür, bu da mənim evimə gedib gəlir. O artıq əksik, o başqa temalar olur, nə bilim, nəsə də artıq əksik. Yəni o şeylər biraz xoşa gəlməz sözlərdir. Yəni o sözləri məncə işlətməsək daha yaxşı olar. Çünki bunun ətrafında da insan varsa, o deyir, dostunu görsək deyim sən kimsən. İstər-istəməz təsir eləyir. Mən Sevərdə artıq elə bir şeylər Sevər məndən indiyənə kimi heç bir şey gizlətməyib. Amma Sevərdə artıq əksik elə bir şeylər mən demişəm. Hər şeyimi görsəm, Allahın dostunu Sevəri özüm döyərəm, belə qəşəng şillərin də altına salaram. Bunu haqqı da var. Çünki o insan o eləyib də, o mənim yanımda çünki mən bunun səhvini görsəm artıq əksik bir şeylər var. Neçə dəfə səhvini görüb demişəm də, danlamışam da, sözümdən də qayıtmayıb. Düzdür, biraz belə onu əvvəl eləyib, sonra mən demişəm, o şeydə eləməyib. Amma bu o demək deyil ki, bu tərbiyəsiz bir şeylərdir. Bildiniz necə? O elə şeylər var, onlar elə şeylər var. Valla mənim 23 yaşım var. Mən indi bu həyatın üzünü görürəm. Mən indi yaşayıram. İndi həyatım indi hələ yavaş-yavaş gözüm açılır. Bəzi şeylər var ki, eləyirəm, sonra deyirəm Səadət, bəs mən Səadət deyir ki, Səvər olmaz bunu eləmək. Amma durub mənə 700-lük deyirəm. Mən elə bir qız olsam, birincisi ailəvi insanlar Səadət məni öz evinə almaz, filankəs öz evinə məni almaz. O sözlər biraz yaxşı. Yəqin o da əsəbləşib, nəsə ağzından çıxıb, yəqin qızışıb, nəsə olub. Hə, o da qızışıb. Çünki mən keçən dəfə baxdım, səni tərifləyirdi əksinə. Mahnıvı görsən qabağa çəkdi. Hə, o elədi. Dəstək oldu, ürəyi təmizdir. Ürəyi təmizdir. Sənə dəstək oldu. Sən o insanı da səhv başa düşürsən, bildin nətər? O da nəsə olub, o sözü işlədib, bildin nətər? Əsəbləşibmi, nəsə olubmu? Yox, mən əsəbləşib. Valla mən orada çünki o sən əgər onun sənə qarşı pis niyyəti olsa, sənin mahnınla video çəkməz, sənə dəstək olmaz, sənə çox istədiyindən. Mən yenə deyirəm, keçən dəfə kayıtlar da çıxdı qabağıma, dedilir ki, Sevər hörmətim var, çox istəyirəm. Mən gördüm də. O birisini çox istəyirəm. O sadəcə insanların üzünü güldürür, insanlarda gülüş yaradır, hamı da baxır, başa düşdüyüm, bəyənir. İnsanlara sual ver ki, mən orada ağzımı açdım, bir qoşuldum, sən mənə demişdin ki, Sevər, artıq qalmaqaldan uzaq dur. Bu mənə üzümü bilə mən orada göstərmədim. Denən ki, Sevər, yalan danışsın, sən orada Vəlizar dedi, Sevər gəlsin, mənim onda nə işim var. Və özümü orada göstərmədim, dedim, indi deyəcəklər ki, Sevərin mahnısı çıxıb, indi Sevər reyting yığır, Vəlizarla nə bilim. Gördün, dəstək oldu. Amma o özü mənim mahnımı çıxartdı. Bax, dünənlərin ilk mənim səni çox istəyir ki, yəni arada olan qızışmazlar və bunlar boş o deyir də, deyir mən o mənada demirəm. Mən zarafat mənasında deyirəm. Mən özüm üçün yanında şeylər. O deyir sən insana qarşı tərəf başa düşən götürür pis başa düşür. İnsanlar pis izzətlə sən ona hörmət, o sənə hörmət. Yəni mən görürəm də, yenə deyirəm, mənim özüm belə, yəni baxıram Vəlizar
hamıyın. Yəni baxır kimdən necə danışır həqiqətən. Hə. Yəni hörmət, izzət itirən insan deyil. Qarşıda olan insana baxır, ona görə davranır. Yəni mən belə görürəm. Ona görə sən eləyirlər ki, Yo, mənim məsələsi oldu. Mən aradan çəkildim. Söhbət olub bağlandı. Arada mənə söz atırdı, zad elirdi. Arada mənim tərəfimi də saxlayır bu zarafat insan. belə- Eləyib. O mənim tərəfimi də saxlayır. o sən niyə əsəbləşib? Sən bu ev teması olub deməməyə və o yoxsa pis şey insan deyil, bildin nətər? Yo, Sən ev onu- temasına görə məndən barışdı. Hə, O mən onu şeyə deyirəm, görə o məndən əvvəli deyirəm. elədi. Onda o vaxtı ona əsəbləşmişdi sənə. Amma sonra görsən aranızda olan problemi həll elədiniz. Bir neçə vaxt idi sən söz söhbətdən uzaq idin. Görsən nə sakit, hər şey yolunda. Təzədən başlamısan yenə. Söhbəti bağlayın, hörmətlə, Zaten izzətlə dünənləri dedi. qoşulun. O desin ki belədir, sən də denən belədir. İnsanlar da başa düşsün ki, o zarafat eləyir və ya nə bilim nəsə olub insandır da olar. Prosto şey eləməyin. Aranızda da problem yaratmayın. Belə. Amma sevərin də haqqında dostlar artıq əksik söz danışmayın, hər birinizdən xahiş edirəm. Çünki bu da insandır, qız uşağıdır. Qız uşağının babalını yumaq hər birimizin övladımız olar, qız uşağımız olar. Qız uşağının babalını yumaq çox pis bir şeydir. İnsan da ola bilər karaokeyə də gedər, nəm dostları ilə də oturar. Hansı birimiz Amma mən oturmuruq? eləməmişəm uşaqlar. Onu demirəm. Yəni artıq əksik bir şey yoxdur. Yəni sevərim məndən yenə deyirəm. Mən sevərlə elə bir münasibət yaratmışam ki, sevər gəlsin mənə hər bir şeyi danışsın ki, mən bu insana ağıl verə bilim. Başa düşdünüz? Bunun amma o artıq əksik, tərbiyəsiz, belə Düzdür, mən onunla danışmışam deyilən hər bir şey. şey yoxdur, yəni olmaz. Həmişə də bu mənə deyib ki, Sevər, bax eləmə mən, bax sən bilmirsən, sən insanlar elə düşünmür, insanlar elə fikirləşmir. Bax elə geyim olub ki, demişəm sən belə insanıq da, istər istəməz biz də istəyirik qəşəng görsənək. Bir də burada bəzi fake səhifələr var, burada yazır, bu rəqəmləri yazanlar var. Onlara demək, yox, atma bloka, mən qəşəng söz deyim ona. Onlara demək istəyirəm ki, siz oturmusunuz burada davaya baxmağa, bu qızı qızışdırasınız, onun bunun dalınca danışsın. O ona desin, bu buna desin, o ona desin, bu buna desin. Öyrəşmisiniz də davaya. Bax, dava var ki, burada bu qədər adam var. Ki bu qız da qızışsın, ağzından nəsə çıxsın, başlasın əsəbləşməyə, danışmağa. Yəni o yazdığınız sizin özünüzsüz ki, orada artıq əksik yazırsınız. Nə mən də durub burada qızışdırım, salım cəmaatın üstünə, olmaz axı. Bu da insandır. Əksinə bir-biri ilə mehriban olmalıdırlar, bir-biri ilə deməlidirlər, gülməlidirlər. Yəni siz burada güya o sözü yazmaqla kimə nə eləyirsiniz? Yəni sadəcə öz tərbiyənizi, öz mədəniyyətinizi burada göstərirsiniz. Mən mehribançılığın tərəfindəyəm. Yəni istər Ləman olsun, istər Vəlizar olsun, istər Sevər olsun. Bir-biri ilə görsən nə qəşəng PK-lar eləyirlər, deyirlər, gülürlər. Niyə bu insan gedib Sevərlə çörək kəsib evində qalıb, niyə onların arasında problem olsun? Əksinə Sevəri də çox vaxtı qızışdıran, çox vaxtı ümumiyyətcə blogerləri qızışdıran kütlə olur. Kütlə gedir, ondan ona deyir, bundan buna deyir. Ondan ona deyir, bundan buna deyir. Başa düşdünüz? Mən də istəmirəm ki, bu qızın ağzından artıq insan hirsli olanda deyir, hirsli başda ağıl olmur. Bunun ağzından olar artıq bir söz işlənər, artıq bir söz çıxar. Qarşı tərəf buna deyər, bu ona deyər. Nəyə lazımdır? Çoxsu da oturur ki, ancaq davaya baxa, deyər, daş-daşa, dırnaq-daşa, bekarsızlıqdan. Amma lazım deyil, valla söz, söhbət lazım deyil. Bir-biri ilə, hörmətlə, izzətlə. Çünki bir yerdə çörək kəsmirsə, insan kəsdiyi çörəyə hörmət eləməlidir. Düzdür, kəsmişəm o insanı. Hə, yəni ona görə burada artıq əksik bir şey lazım deyil. O söz deyib, bunun qəlbinə dəyib, qutardı, getdi. Onun da qəlbi təmizdir. İnsan həmişə qəlbi təmiz insanların olur o dilində acılıq. Həmişə qəlbi təmiz insanların dilində acılıq olur. Düz demirəm, burada indi onu deyirəm. Nə var qızışdırmağa? Qızışdırın, hə. Bu dəqiqə sevər. Oy, həşir, ara qatdı, getdi. Vallahi elə. Ona görə mən əsas dediyim odur ki, mən Sevərə də bayaq o söz dedim ki, o artıq əksik sözlər işlənməsin, o sözlər aradan qalxsın. Bir dənə bu insanın odur problemi, başqa heç nə. Bu insan da onu demək istəyir, prosto fikrini çatdıra bilmir. Elə bu da başlayır danışmağa, qızışır, elə danışır, bilmir nə danışır. Bunun demək istədiyi odur ki, o artıq əksik 700 teması, nə bilim, o temalar bir dənə aradan yığışdırılsın. Bir-birinə hörmətlə, izzətlə yenə də PK-larını eləsinlər, yenə də oyun oynasınlar, yenə də belə. Amma o sözlər olmaz. Bu da insandır. Yol çıxır, ağızlarına gələn deyirlər. Maşına minir, ayırsən falan. Olmaz da elə şey yaxşı deyil. Yıxılana balta vurmağa nə var ki? Əsas odur, o deyir, yıxılanı əl verib qaldıra biləsən. Düzdür, dostum. Yəni bu insan demək istədiyi odur. Çünki Sevər əks halda başqa cür deyirdi. Yəni
Ona görə nə var pislik eləməyə? Mən valla pisliyə nə var? Hamımız pisliyə bilər. Şuralar, bu Mən- cürə gözəl dövlətdə yaşayırıq. Qayda, qanun, bu cürə dövlətimiz var, qaydamız, qanunumuz var. Heç kimin nə təhqir eləyə bilməz, nə şəxsiyyətini alçalda bilməz. Hamımız Azərbaycanlıyıq və bu da Azərbaycan xanımıdır. Azərbaycan xanımını əzmək olmaz. Bir-birinin sözü bir-birinə pis gələ bilər, amma oturub normal hörmətlə bir-birini başa düşməlidir. Sevər pişiyin də öz sözünü deyir axı. Deyir Ləman ağlayır. Niyə? Bilmirəm ki. Ağlamaz, Danış. Ləman elə qız deyil. Yazı çoxsu özü elə yazır valla. Valla Ləmanın da ürəyi safdır. Yaxşı qızdır Ləman. Buradadır Ləman. Ləman, Yo, davet etmək kapalıdır. Ləman da. Hə. Ləman yaxşı qızdır. Ləman nə var dilindədir. Nə var onun dilindədir valla. O qız da valla tək canına, övladına baxır. Yaxşı da çox gözəl baxır. Piran, sən telefonun yanındadır. Mənim telefonum yanında nə olur? Bax bir dənə gör Ləman ağlayır deyir. Valla mən də Ağlamaz ağlaya ya, bilərdim amma ağlamaz. ağlamadım şəxsən. Çünki ağlamaq Ağlamaz, istəmədim. Ləman elə qız deyil. Ləman güclü qızdır. Niyə ağlasın ki sən? Amma bir-birinizdən çörək kəsirsiniz. Bir-birinizdən xətir-hörmət var. Hə, ağlayırım gəl. Sevər, eləməyim, nə var? İndi mən nə eləyim üçün? Mənim də mənə bəhanə. Bax, bu qəlbin yedirsən. Mənim də qəlbim qırıldı da. Yəni amma mənim də qəlbim qırıldı elə. Valla mənim də qəlbim qırıldı. O da oradandır. Mənim də qəlbim qırıldı şəxsən. Mən istəməm. Bir-birinizlə bax, söhbət eləmişsiniz, demişsiniz, gülmüsünüz. Bax, bir yerdə bax, dünən necə mehriban deyib gülürsünüz. Bax, ona görə görsən sevər. Yaxşı, necə qoşulum? Qoşulsun sözü desəndə mən istəmərəm o ağlasın. Hamı yazsın ki, sevər qoş. Bir dənə dostlar. Qoşulmaq istəyirsə əgər. Qoşulsun bir dənə. Və görsən nəyə lazımdır? Aranızda heç bir problem ona görə sevər yaratmır, gördün? Bizdən görsən çörək kəsirsiniz, uje onun da qəlbi qırıldı. O deyir qəlbi evin qırmaq pis bir şeydir. Qoşulun bir-birinə qoşulun. Denən ona qoşulsun dediyinə da görə şey onda. elə. Denən istək atsın mənə. Sən orada yaz, sənə cavab verər o. Təngüm görəcək mesajımı. Hə, görəcək. Ona bir dənə kalbməylərində at, görəcək. Danış, üzr istəyirəm. Mən sənə pis elədim ay Sevər. Mən sənə pis davrandım. Mən evimdə çox deyirsən. Ayıb deyil sənə. Üzr istəyirəm sən ağlatdığıma görə. Mənə lazım deyil üzr istəmək. Sənə nə pisdir? Səni döymüşəm canlıdan qıraqda. Yox, döymə. Mən verdim. sən nə deyim? Mən danışmayacaqdım. Eləmə. Mən Mənə yazmadı. Qulaq as. deyirsən ki, Beyza deyir ki, yazmadım gəlim sizə. Sevər, Aşkım, mən indi yazıları durur. mən indi Sakin. bundan neçə ay qabaq mən sənə yazmışam, demişəm can, ürək gəl qarışaq, səndən barışmaq istəyirəm, danışmaq. Neçə ay qabaq yox Yazmışam. Sevər, bir iki həftə bundan qabaq mesajım var ki, gəlim sizə. Yazırdım da düzdür mən sənə yazmışam. Amma qulaq as, su söhbəti var. Onu neçə o vaxtı sənə yazmışdım su söhbətini. Sən də o günləri mənə direktdə yazdın ki, Sevər su gəlir, gələrsən evə gedim, gələrsən. Direktdə mesajlaşmışam səndən Qulaq as da, bu mahnı çıxandan sonra Ləman sən mənə dedin ki, gəl bizə. Sən bizə mənə evə Yaxşı, hə, çağırdın. yaxşı, onu bildi, yaxşı. Onsuz da mesajını qoydum, gördülər. Sən üzümə durasan. Qulaq as, başqa söz deyirəm. Yaxşı, başa düşdük. Velizar sənə nələr dedi, niyə cavabını vermədin? Və getmi sən evə, ondan danışdı, məndən niyə danışdın? Danışdım da elə Velizara da. Nə danışdın? Deyirsən ki, Velizar gələndən deyirsən başınıza daş düşüb. Sən nə deyin adamı satırsan, onun tərəfini tutursan. Ondan o çox tərəfini səni tutmamışam. Qulaq as, sən onun izləyicisi ola bilər, amma mən yaltaq deyiləm. Sən ona yaltaqlanırsan izləyiciyə Mən görə. ona Elə həyasızsan, elə qiriyyətli qızsan. Qulaq as, belə həyasız, belə qiriyyətli qızsan, belə yaxşı qızsan, belə zor qızsan. Get sənə düz deyənə o biyaq deyirdinə çıxardıb hamıya sübut eləyəcəm. Get ona sübut ola, bizə yox. Get onun kütləsi yazır 700, bizim yox. Get ona sübut elə. Sənin gücün bizə çatır. Bəs sizin də gücünüz mü? Bəs Meyzan da gücü Mən mənə səni çatır. döydüm, sən Sənin canında
danışdıra deyib bilməz. Layla, sən canlı qoşdu, sən də söhbət mən orada bir dənə dedim ki, bir dənə damlanın adını çəkdim, sən dedin ki, danışma falan kəsdə mənim canlı. Qulaq as. Sən Yaxşı, indi yanında qulaq. oturmuşam, Meyza mənə söz deyir. Okey, indi qulaq as, indi qulaq as. Arzum. Məni sakit dur. Ad gününə yalvar yaxar çağıran adamdır. And verən adamdır. Gəl, mən getməyən adamam. Gəlsin bura, üzünə də deyim. Mesajları da durur. 1. Məni ad gününə çağırıb. Səhərsi gün səni ad gününə çağırıb mənim dalımca danışan o minisvət var ha. Sən onda ona deməliydin ki, mən Ləmanın evində çörək yemişəm. Ləman mənə səndən yaxındır. Mənəm yanımda Ləmanın dalınca danışma. Durardım o stoldan çıxıb gələrdim. Qulaq as, haqdan Mənim danışırsan. ağzımda deyil o nə deyim, nə Haqdan deyim. Mənim danışırsan yanımda burada. deyil bunlar. Haqda sən dünən mənə dedin ki, Arzum sənin dalınca da. Arzum məni ad gündə çağırır, mənim dalınca danışır buna. Kör dünyanın arası Məni bu da. qədər yandırmazdı. Amma mənim üzümə baxır deyir o sözü. Mənim üzümə, mən sənin yanındayım. Sən mənim yanımda otur. Hə, indi Meyza da mənim üzümə baxdı. Sən özünü Arzuma mənə görə pis eləməlisən. Mən sənə görə niyə Meyzanı özümü pis eləməliyəm, hə? Ay bacı, o mən pis olmadı. Mən ona görə pis Yaxşı, olmadı. belə indi getdin evində Sən şüvənli deyirsən ki, elədin ha. Meyza, narahat olma. Yəni sən Qulaq as. Getdin indi evində şüvənli elədin. Səs vatdın Meyza belə. Meyza oturmuşdu sənə sözlərin deyirdi, düzdür? Bir kəlmə deyərdin ki, Meyza, həddimi aşma, mənim söhbətimi eləmə, bu bir. İkincisi səndən üzr istədi. Mən deyirdim də mən orada sözümü deyirəm qoymadım da. Sən demədin, sən belə oturmuşdun bacamda. Kayıt da var, ayda. Sakit qoqur sözümü desin. Mən orada Beyza'ya sözümü deyəcəkdim də. Sən dedin ki, Beyza söz deyirsin. Mən Beyza'dan danışıram. Bir də Beyza, buna deyirsən söz yarım saatdan bir çatır. Sən də şutun düşün qalxır. Beyza'dan danışıram mən. Beyza'dan ləmə. Deyirəm ki, sən mənim yanımda oturdun. Sənə deyirdi də, mənə demir. Deyərdin ki, söhbət açanda. Deyə bilərdin də, ay bacı, necə indi dilli ötürsən? Deyirdim də ləmə, sən dedin ki, mən onunla danışırdım. Sən dedin ki, Meyza Meyza mənim anam deyil, bacım deyil. Meyzaya sözünü sən de, mən niyə deyirəm? Əlbəttə ki, mən deyəcəm. Mən deyirəm sən Meyza'ya söz Və mənə niyə pors eləyirsən, mən gedirəm. Ay bacı, sən orada məni yandıran bilsən nə oldu? Mən zaten gedəsiydim. Məni yandıran olursa Meyza'ya dedim. Heç mən Meyza çıxdı getdi, düzdür. Bunun danışığına bak, bunun danışığına bir şey başa düşən var. Sənə bir kəlmə bile demədim mən. Bir kəlmə bile demədim. Bir Sən yavaş orada danışdı. qayıtdın dedin ki Meyza'ya. Meyza narahat olma. Yəni Meyza sevəri savcıya itin yoxsuna neysən elə amma Aslında nə danışıq da, ay bala, sən nə istəyirsən? Məsələn də yəni elə çıxır da sənin sözündən. Aslında elə çıxır mənim sözümdən. Mən qarışmadım sizin işinizə. Sən də çatır ay sevər. Sən desən Meyza narahat olma. Bu nə deməkdir Meyza narahat olma? Nəyinə rahat olma dedim ay uşaqlar mən orada. Bunda çatmır bunun başında. Demədin sən Meyza narahat olma. Nəyinə rahat olma dedim. Yəni Meyza dedi ki ay bacım mən gedirəm. Nə bilim mən orada Nəyinə rahat olma dedim. Sən xəstəsən. İzləyicilər yazdı ki səbəb pis oldu. Səbəb pis oldu. Sən də qayıtdın Meyza'ya dedi. Meyza dedi mən gedirəm. Sən də qayıtdın Meyza. Ay millət demədin. Mən sənə görə onun suyuna gedirəm ki. Ay bambılı. Qulaq as. Mən sənə görə. Ay səbər dayanmırsansa bas bayra mən özüm danışım. Get o tərəfə yeri. Sən sənə sərf eləyən Mən sənə görə azı nə verə sərf eləmirəm. Sən yanında Allah sənə başqa sərf eləyən danışırsan. Mən burada özümü də burada mənim də günahım ola bilər. Sən Az bir diyan da danışaq. Sən xəstəsən bir diyan da. Mən aranı sakitləşdirirəm ki, sabah gəlib sənə Meyza dəstək olsun. Pislik elədim sənə. Narahat olma, mən da dedim ki, yəni qırışmayın bir-birimizlə. Sənə belə də ki, Meyza gizlin olan şey deməyib ki, 1 milyon görüb də qucaqdan ay düşməyi. bacı 1 milyon. Elə danışdı, elə bir sən Meyza ifşabı qoyub ortalığa sən xətir və qayıb, ay sevər. Bu mənim şəxsi həyatımdır, düzdür? O boyda TikTokerlər nələr dedilər. Az bir deyildi, sən də TikTokersən, sənə də deyirlər, hə? Lancət belə. Demədi ki, 1000 dənə oğlanın altından çıxan, sən də mənə baxışla, o da mənə baxışlasın. Az elə sözlər danışma, indi çıxardacaqlar sənə. Ay bala, ay bacı. Yox, qızla görüşən, oğlanla görüşən, bunlar eləyəndə okeydir, halaldır, mən eləyəndə. Yox. Allahım əsirgəsin. Ay qız eşidirsən, Meyza sənə hansısa İraq olsun, Telegramda sənin belə gizlin olan video açıb çıxartmayıb ki orada 4 milyon çıxardı da bilmə, çünki elə bir şey yox. Ay bacı, sənin 4 milyon izləyib video. Allahın bildiyin bəndədən nə gizlədirsən ki? Meyza sənə nə dedi ki? Sənin o 4 milyonun altında yazılan sözlər sənə təsir eləmədi. Meyzanın sənə məsləhətləri təsir elədi. Meyza mənim xətrimə nə deyil? Elə o bucağa düşəndən bu 3 dənə video əlavə çəkdin. Onlar sənin qiriyyətinə toxunmadı, bu toxundu. Çünki Ləmanın evində sən axı ona görə. Daş Ləmanın başında partladı. Mən öz evimdəyim, bura mənim evimdə.
bu bağlana bilər başa. Söhbət bağlana bilər. Söhbət bu neçə ayın söhbətidir. Meyza Bildim, yaxşı, hər şeyi qoy Bugün qırağa. səndən qoşuldu sözü dedi. Hə? Hə, Niyə? yaxşı, hər şeyi qoy qırağa. Okey. Burada mən tutaq ki səfər, məsələn, qulaq as. Yaxşı. Sənə ağzına gələn deyən Velizarın nə tərəfini tutursan bayaqdan o? Mən Vəlizərin tərəfini, mən Vəlizə də sözümü dedim burada. Nə dedin? Dedin ki, TikTok Demədim, görər. Velizar demədim. gələndən basımıza das düşüb TikTok təllər. Bu sabunluqdur da Velizara. Evet, düz Sən sabunluq 70 şirin deyil. edirsən Velizara. Evet, aynen, Ne düz edirsən Velizar olmayan papağın qoyacaq sən başına? Hə? Sən də olsan düz Az olmayan papağın qoyacaq Velizar başına. Sual verirəm sənə. Vallahi düz danışmışam. Düzdür, mən burada səhv də yolanam. Mən düz olanı da danışmışam. Da aşkım. Deyər, o kafede oturan oğlanlar Bu olur. O insan söhbətə gəldi, gedən bunun özün səhv cansını olur, 100 düz qay çıxartmaq istəndi. istəyən o. Sən mı Bir iki dənə oğlanı, onlar oxşur sənə bala sən. Bu nə özüm ölüm, bu nə hərəkətlərdir. Ay bacım, mən danışığım belədir. Sən bəyənmirsən, sənin problemindir. Sən elə danışdın. Mən durub sən deyirəm, amma sən niyə o tarzda danışırsan? Deyər, sən çox nankor qızsan. Sən səni takipdən çıxartma. Elə sən belə çıxıb gedərsən. Dava get ağla. Ağlamaq qalsın, mən də oturub burada ağlayım da onda. Onda ağlayım. Ay uşaqlar, mən burada həmişə ağlamışam. Düzdür? Mən bugün kimi ağlamıram. Niyə? Çünki mən niyə ağlamalıyam? Niyə ağlamalıyam? Ağlamıram. Sözümü dedim, bitdi, qurtardı. Düz danışıram da. Vəlizlər gəldi, hamımızı elə bir götürdülər, atdılar dənizə. Hamımızda şey dedik ki, kaş ki bizim canlımızda o qədər adam. Mənim canlı həmişə 400-300 nəfər, 500-1000 nəfər olub. Mən istəyərdim mənim də o qədər izləsin. Hamı istəyər ki, o qədər insanı izləsin. Böyük kimi Vəlizləri niyə izləyirlər? Onun bir özəlliyi var deyə siz onu izləyirsiniz. Mənim də o özəlliyimdən olsa, məni də izləyənlər olar. Bəlkə mənim də boyum balacadır, mən də istəsəm, mən də izlənə bilərəm. Elə şeylər var ki, eləsəm olar, mən də izlənəm. Bu insan da belə sevildi. Belə damğanı vurdu, gol oldu, izləndi. Başa düşdün? Burada 72'li söhbət deyil. Mən burada yalan danışmıram. Mən burada düz danışıram. Ay millət, yalan danışsam denən səfər düz danışmırlar. Ay qız, düz danışmıram. Hə? Sevəcanını bağla. Gəl biraz sakitləş. Belə olmaz. Boğazın cırıldı. Nə kiminsə ailəsinə, nə kiminsə şərəfinə, nə kiminsə ləyaqətinə, nə də kiminsə namusuna söz deməmişəm, deyə bilmərəm də, çünki gözümdən görməmişəm. Deyənlər qalıb bir qıraqda, gedirlər görüntülü danışırlar, cicibacı olurlar o qədər sözlərdən sonra, düşmənçiliyi mənlə yaradırlar. Niyə? Çünki poxunuz var ona görə. Gedin, işinizlə məşğul olun. Məni danışdırmayın. Mənim də dalımca az vırtılıyım. Bildiniz, mən sizə o bu deyiləm. Hər kəs getsin, o Mehinin bir sözü var, öz öyün yığışdırsın.